Sonra o Almanlar köçürüldü bura. Köçürüldü deyəndə ki, öz xoşlarını gəldilər də bura. 200 il bundan əvvəl. Biz sizinlə o barədə 7-8 il bundan qabaq danışmışıq. Bəli, bəli. Akademiyada görüşərkən. Hə. Onların bura gəlməyi çox maraqlı bir hadisədir. Deməli, 1815-ci ildə İndoneziyada böyük vulkan olur. Krakatau. Bu vulkanın püskürtüsü gəlib Avropaya çatır. Dəhşətli, bu günlər video baxmışım o Krakatau barədə. Dəhşətli bir şey. O gəlib Avropaya çatıb, Avropanın bürüyüb və Avropada günün qabağını kəsib. 2 il ona deyirlər ki, leta bis sonca. 2 il Avropalılar gün görməyiblər. 10 ballıq sistemdə ən yüksək bala malik vulkan olub. O dövrdə və Napoleonun o müharibə Rusiyaya gəlməsi ilə də əlaqədar Almaniyada xalq çox əziyyət çəkib. Almanların bura gəlmək səbəbinin birini oradakı vəziyyətlə əlaqələndirirlər. O vaxtda Aleksandr I Rus çarı bir tərəfi Alman olduğuna görə ümumiyyətlə o dövrdə Rus çarlarının bir tərəfi əksəriyyəti Almanlarla əlaqədar olubdur. Ondan xahiş edirlər ki, Almanların Qafqaza köçürülməsinə yardımcı olsun. Rəsmi elm yalnız bir məqsəd ətrafında məsələləri izah eləyir və çox yüngülcə religiya məsələsinə, din məsələsinə toxunur. Mən özüm mühəndisəm, tarix şeyləri çox hardan bilə bilərəm. Mən gedib həmən tarixçilərin yazdığı kitabları oxuyub, bu nöqteyi nəzərdən analiz eləmişəm. Və analiz göstərir ki, onların bura gəlmək səbəbinin ələxsus Azərbaycanın şərqində. Azərbaycan Bakıya gələn Almanların əksəriyyəti biznes üçün gəliblər. Amma şərqində olan Almanlar, o Gölboyda yaşayanlar, Qazaxda, Gəncə tərəfdə yaşayan, məqsədi din olur. Onlar bura İsa Peyğəmbərin ikinci gəlişini qarşılamaq üçün Yerusəlimə yaxın olmaq üçün köç ediblər. Yerusəlim hara, bura hara? Neçə min kilometr? Bəli. Deməli, Yerusəlimə gedənlər də var. Mən bu məsələləri yaxşı bilməyimin bir səbəbi də olub ki, onlar Yerusəlimə də gediblər, Hayfaya da gediblər, Fələstinin müxtəlif şəhərlərində olublar. Mən bu məsələ ilə əlaqədar bir seminar keçirmişəm, beynəlxalq seminar. Və orada Hayfadan bir professor, Hayfa Universitetinin rektoru, məndə bayaqki prezentasiyada onun adı, şəkli var. Azərbaycanda Milli Məclisin üzvü, Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri və Bakıda yerləşən Azərbaycan-Almaniya səfirliyinin birinci katibinin iştirakı ilə və tarixçi alimlərlə belə bir seminar keçib bu məsələləri aydınlaşdırmışam. Və onların bura gəlmək əsas səbəbini İsa Peyğəmbərin ikinci gəlişi ilə əlaqələndirlər. Onlar bura gəliblər, burada İsa Peyğəmbəri gözləsinlər və xəbər çatanda Yerusəlimə yaxın bir yer seçiblər. İkinci əsas məqsədi nə üçün onlar Azərbaycana gəliblər? Onlar Azərbaycanı müqəddəs torpaq kimi qiymətləndirirlər. Çünki Nuh Peyğəmbər burada, Naxçıvanda, yəni Naxçıvanda Nuh Peyğəmbər burada xilas olub. Onlar da bura məhz o məqsədlə gəliblər. Bilirsiniz, mən nə görə bu söhbəti qaldırdım məsələni. Bəzi yerli alimlərimiz var, onlar deyirlər ki, əslində qalsa bura hələ Şamdır, Şam buradır, bura Şamdır. Müxtəlif versiyalar var, bəli. İşitmişsiniz, bəli bir versiya var. Siz mən sizə göndərə bilərəm müvafiq o videoları. Dedim, onun üçün bəlkə onlar buranın Yerusəlim... Yox, ona görə iki səbəbdir, mən onu da dedim. Və o 2 seriyalı məşhur bir film var, məşhur tarixçi Fuad Axundovun da o birlikdə
Almaniyadan gələn alimlərlə birlikdə onlar 2 seriyalı bir film çəkiblər. O filmin sonunda Almaniyadan gələn alim deyir ki, mən başa düşmürəm. Bu cür dövlətli almanlar nə üçün bura gəlirlər? Bu da üçüncü bir məqamdır ki, mənə imkan verir deyəm ki, onların bura gəlmək səbəbi din olub. Pulu olanın aclıq səbəbindən bura gəlməyi düzgün alınmır.